Gədəbəy rayonundan sosial media vasitəsilə Milli TV-yə müraciət edən şəhid anası Məmmədova Qətibə Misir qızı bildirir ki, Qarabağ müharibəsi zamanı evlərinə düşmüş mərmi iki övladı Ramin və Ramilənin şəhid olması ilə nəticələnmişdir. Məmmədova Qətibə baş verən bu hadisədən sonra uzun illər şəhid ailəsi statusu ilə təmin olunsa da, hal-hazırda şəhid ailələri üçün nəzərdə tutulan imtiyazlardan məhrum edilməsindən şikayətçi olduğunu bildirir. Salam, hər vaxtınız xeyir olsun. Mən Məmmədov Vüsal Oqtoyoğlu, Gədəbəy rayonunun İnəkboğan kənd sakini. Məmmədov Qətibə Misir qızı, şəhid anası, 2 uşaq itiribdir. Biz bu gündə cənab prezidentimizə müraciət eləməyimizin səbəbi odur ki, 11.000 manat bizə verilməyibdir. İcra hakimiyyətində də olmuşaq, deyib sizə düşmür. Atam da təzə rəhmətə gedibdir. 40 hələ yeni çıxıbdır. Getmişək icra hakimiyyətinə, anamla bir yerdə getmişək icra hakimiyyətinə, orada olmuşaq, icranın qəbulunda olmuşaq. Demişəm ki, atam da şəhid atası rəhmətə gedibdir, bizə köməkdarlıq eləyin. Deyiblər ki, narahat olmayın, gedin köməkdarlıq elənəcəksə. Gəlmişək, aradan bir 10 gün keçəndən sonra getmişəm, dəfələrlə bir 2-3 səfər getdim, dedi bu gün get sabah gəl, bu gün get sabah gəl, axırı getdim, dedilər get poçtdan götür pulu. Getdim poçta yaxınlaşdım Gədəbəy rayonunda. Poçta manat dedi ki, mamanın adına 195 manat pul vurulubdur köməkdarlıq kimi. Pulu götürdüm, çeki də bu dəqiqə hal-hazırda məndədir, durur. Pulu götürdüm 195 manatı. Gədəbəy rayonunun icra hakimiyyətinə getdim, girdim, Elçin müəllim var. Elçin müəllimi yaxınlaşdım. Dedim Elçin müəllim, şəhid anası sizə gəldi, dedi ki, yardım eləyin var, bizə yardım eləyin. Şəhid atası rəhmətə gedibdir, ona görə yardım eləyin. Siz bu 195 manatı, yəni qoca arvad buradan ora əziyyət çəkib, gedib sizin qəbulunuza getdi, şəhid anasıdır. Siz buna 195 manat bu dilənçi pulu kimi vurdunuz bunu, yoxsa nəyə görə belə vurdunuz? Ayıb deyilmi? Şəhid anasından sahibdir, məndən zərəl yoxdur. Ondan sonra dedim bizim şərtlərimizin icra hakimiyyətinə dedim. Anamla qəbulda olan vaxtı icra hakimiyyətinə dedim ki, icra hakimiyyəti bizim şəhidlərin qəbrimizi pis gündədir. Mənim özüm də işdən çıxmışam. Onu köməkdarlıq eləyin, onu düzəltməyə də, yəni qəbri təzədən təmir eləməyə mənə köməkdarlıq eləyin. Qayıtdı icra hakimiyyətinin özü şəxsən özü dedi ki, biz o işə tamamilə biz o işə baxmırıq qəbri düzəltməyə. Daha mən də heç nə demədim. Çıxdım, gəldim, belə. Ondan 11.000 manatda hara yaxınlaşmışaq. Mamamla da dəfələrlə Gədəbəy rayonuna da icra hakimiyyətinə də yaxınlaşmışaq. Savadsız bir adamam, oxumamışam. Heç bir tərəfi oxumamışam, deyin savadsızam, bilməmişəm. 11.000 manatı yaxınlaşırıq, hara yaxınlaşırıq, deyə sizə düşmür. 2 şəhid veribdir. Bir bacım ayağından, belindən üzr istəyirəm ifadəmə görə yaralıdır. Heç ona da biz heç nə almırıq, də heç bir şey. Düzəldə bilməmişik o vaxtı, savadsızlıq, başımız çıxmayıbdır. İndi də ki, sizdən cənab prezidentimiz xahiş eləyirəm, bizə köməkdarlıq eləyəsiniz, bu 11.000 manatımızı vermirlər onunla. Zəfər günümüz mübarək olsun. Zəfər günündə sağ olun cənab prezidentimiz, Allah köməyiniz olsun, minnətdaram. 500 manat şəhid analarına da pul verirsiniz yardım kimi. Biz onun heç birini, yəni bir dənə Allahın spişka karıfkasını biz görmürük. Bizim yəni haqqımızı yiyiblər, nə yiyiblər başım çıxmır. Yəni ala bilmirək, heç cür ala bilmirək. Yaxınlaşmışam, poçta da yaxınlaşmışam, icra hakimiyyətinə də yaxınlaşıram. Hara gedəndə bizi elə bir qovurlar. Bizi saymamazlıq eləyirlər, saymırlar. Atam rəhmətə getdi, icra hakimiyyətində 7-dən sonra mən icra hakimiyyətində oldum. Xəbərləri də oldu ki, şəhid atası rəhmətə gedibdir. Yəni onlar mənim qapımı gəlib atamı sayıb, yəni mənim onların heç biri mənim qapımı açıb içəri girmədilər. Saymamazlıq elədilər. Kömək pulu kimi 195 manat vurdular. Ayıbdır bu. Vallah mən nə deyim, cənab prezidentimiz, mən sizdən xahiş eləyirəm. Bir qardaşım bu dəqiqə hal-hazırda olaraq hərbi xidmətdə işləyir, bütün müharibələrin hamısında iştirak eləyir. Böyük qardaşım 92-ci ildə müharibədə 5 il 6 ay müharibədə olub. Özüm əskərlikdə hərbi xidmətdə olmuşam. Sonradan da gedib mən xidmətimi göstərdə bilməmişəm. Valideynimə görə atam xəstə idi, ona görə gedib göstərdə bilməmişəm.
İndi də yenə bu dəqiqədə hazıram. Bu dəqiqə hər hansı çağırıq olsun, bu dəqiqədə canla başla gəlməyə hazıram. Bir qardaşım yanımdadır. Bu deyir, Qarabağ döyüşündə olubdu, iştirakçıdır. Yaralanıbdı, heç iştirakçı kimi alıbdı. Kağızını ala bilməyibdi ondan sonra. Heç bir şeyini ala bilməyib, iştirakçı kimidir. Yalnız. Hamısı. Şəhid anası da danışıq qabiliyyəti, yəni danışa bilmir də. Yəni deyir mən nə deyim? Yəni ona görə yəni danışa bilmir cənab prezidentimiz. Biz o danışmadığına görə də üzrlü sayın. Savadsızlıq hamısı, oxumamışaq, heç harda oxumamışaq, savadsız olmuşaq. 2 uşaq şəhid veribdi, hara gedirək bizi dala qaytarırlar, haqqımızı yeyirlər. Belə şey olmaz, yəni çox zülmdəyik, yəni.